Panik atak problemi yaşayan insanların en büyük səhvi o olur ki, onlar simptomlara qarşı çox həssas olurlar. Yəni yaranmış bu vəziyyətə görə həyəcan keçirməli olurlar. Yəni panik atak bu bir təbii ki, qəfil sizi yaxalayan bir durumdur. Harda ki, sizin bütün sinir sisteminiz o qədər həssas bir vəziyyətə gəlir çatır ki, sizin qəfil ürək döyüntünüz, yəni bu adrenalin sıçrayışı, gözlərinizin qaralması, kimdəsə ola bilər ki, nəfəs çatışmazlığı olsun, ürək getmələr olsun, fərq etmir. Yəni bu halların yaşanması sizin birbaşa sağlamlığınızla əlaqəli olmayan bir vəziyyət olduğuna görə sizə təhlükə yoxdur. Təbii ki, əgər siz tibbi müayinədən keçmisinizsə, kardioloji müayinədən keçmisinizsə və heç bir problem aşkarlanmayıbsa, təbii ki, narahat olmağa dəyməz. Lakin bu simptomlara qarşı qorxu, yəni qəfil, izah olunmayan bir vəziyyət sizi yaxaladıqda, beyniniz, psixikanız bunu təhlükə siqnalı kimi görür və sizi sanki bu vəziyyətdən xilas etmək istəyir. Siz də dərhal ya dərman içməyə, ya da kimisə köməyə çağırmağa çalışırsınız. Elə ona görə də evdə tək qalmaqdan qorxursunuz, harasa tək getməkdən narahatsınız ki, birdən yolda ürəyiniz gedər, çarəsiz bir vəziyyətə düşərsiniz. Çünki siz bu simptomlardan çəkinirsiniz və qorxursunuz. Ən birinci, ikinci dərəcəli təşviş fonunu azaltmaq lazımdır. Daha sonra bu qəfil sizi yaxalayan o vəziyyətin psixoloji səbəblərini araşdıra bilərik. Və yolu da yalnız və yalnız kognitiv davranış terapiyasıdır. Dərman, medikamentoz müalicə metodu yalnız bu simptomları gizlədir, dondurur, saxlayır, amma problemi aradan qaldırmır. Və sizə elə gəlir ki, sanki artıq vəziyyət düzəldi. Lakin bir müddət sonra yenidən bu hallar təkrarlanır, çünki səbəb aradan qaldırılmayıb. Bax, bu yanaşmanı dəyişsəniz, simptomlarınızla dostlaşsanız, səbəbləri araşdırsanız, çıxış yolunu tez bir zamanda tapacaqsınız. Sizi ilkin diaqnostikaya dəvət edirəm. Ən azından yaranmış bu durumun ilkin psixoloji səbəblərini görə biləcəksiniz. Daha sonra isə terapiyanın metodu, müddəti barədə danışa bilərik.